yaddaş çempionatının 2 qat qızıl medalçısı, dünya rekordu sahibi Orxan İbadov. Necə olur ki, mən istəsəm bir aya 100.000 rəqəmi sırayla yadda saxlaya bilirəm, amma siz yadda saxlaya bilmirsiniz ehtimal. Yəni ən azı burada razılaşaq ki, aramızdakı fərq texnikadır. Ümumiyyətlə insanın yaddaşı zəifdir və zəif də olmalıdır. Məktəbli üçün fərqlidir, düzdür? Yaddaşın güclü olmağı şərtdir, amma insan yaddaşı təbiəti etibarilə zəifdir. Yaddaşınızın zəif olmağı pis xəbər olsa da, ikinci xəbər odur ki, siz yaddaş texnikalarından istənilən şeyi əzbərləyə bilərsiniz. Yəni istədiyiniz halda yaddaşınız güclü ola bilər, istədiyiniz halda zəif. Kaliforniya Universitetinin araşdırması göstərir ki, Kaliforniya Universitetinin çox qəribə araşdırması, həyat dəyişdirən araşdırmadır. Siz fiziki olaraq hansısa bir hadisəni görürsünüzsə, adi gözünüzlə, bu gözlə bir hadisəni görürsünüzsə, o necə yadınızda qalırsa, xəyalınızda onu, xəyali gözünüzlə, beyninizdə onu olduğu kimi görsəz, o da 80% ən azı yadda qalır. Elon Musk'ın o gün fikirləri var ki, yaddaş necə işləyir? O da deyir, insanın yaddaşı təbiəti etibarilə zəifdir və zəif də olmalıdır. Siz bir məlumatı yadda saxlamaq üçün beyinə bir səbəb verməlisiniz. Krossword doldurmaq hansısa bir şey beyinə xeyirdir, orada diqqətli olmaq lazımdır ki, indiki dövrdə xeyirdir, yoxsa yox. Sizin yaddaşınız güclü olsaydı, sizin beyniniz dolardı, pis vəziyyətdə olardınız. Bəli, təsəvvür edək, biz indi böyükləri götürək də. Nə qədər negativ hadisə olub həyatımızda və pozitiv və orta. Bunlar hamısı yadımızda qalsa, biz çox çətin həyat sürərik. Deməli, yaddaşın zəif olmağı yaxşı haldır.